Nə olub, nəyə gülürsən bayaqdan? Heç nə, qardaşım bir dənə qızla tanış olub. Bu da mənə güvənib, şəxsi şəkillərini atıb. Nə olsun? Necə nə olsun, heç nə. Qardaşım bunları saxlayıb, bunu şantaj edib, ifşa eləyəcəm, pul alacam. Yəni pul qazanacam. Nəyimə lazım ki? Sən nə dediyi və özün dərk edirsən, başa düşürsən nə deyirsən? Dediklərimi eşidirəm əlbəttə ki, qız mənə şəklini atıb. Mən də paylaşıb pulumu qazanacam, təmiz pulumu. Orada nə var ki? Ay kişi, bu fürsət deyil, bu alçaqlıqdır, bu şərəfsizlikdir. Sənə güvənən birinin güvənini satmaqdır bu. Nə olsun ki, qardaşım, hamı eləyir də, mən də eləyim. Aha, elədir, sən də eləməlisən. Nə olsun ki, amma pul qazanırım da. Ay kişi, haram yolla nə pul qazanacaqsan? Sən bir insanın həyatını qaraldacaqsan. Fikirləş, bax bunu biri sənin bacıva və yaxud yaxınlarından birinə etsə, nə hiss edərsən? Bax, ağlında saxla. Kişinin sözü də, sirri də qəbrə qədər getməlidir. Sənə inanıb, güvənilib göndərilən bir şəkil paylaşılacaq bir şey deyil, o qorunacaq bir şeydir. Sənə güvənib göndərib, sən özündə qoru onu, saxla, satma, zəifdən istifadə eləmə. Ağlında qalsın, kiminsə zəif yerindən istifadə edib, şantaj etmək nə cəsarətdir, nə də ki kişilik. Əsl kişi güvəni satmaz, insanın heysiyyətini qoruyur. Sən mən utanıram sənin kimi dostum olduğunu.